Əziz dostlar, hər vaxtınız xeyir olsun. 15 iyun 2025-ci il Alanya'nın möhtəşəm, gözəl, mənzərəli bir yerindəyəm. Alanya qalasına çıxan yoldur bura. Baxın, bu yol dairəvi şəkildə Alanya qalasına çıxır. Mən isə bugün sizə çox gözəl bir kafeni və çox dəyərli bir yeri göstərəcəm. Kafe olaraq adı Turkuaz kafesidir, amma əsas məsələ bura Türk Ocaqları Alanya şubəsinin əsas binası olaraq keçir. Alanya'da Türk Ocaqlarının əsas binası, ofisi buradır. Həm də kafe. Baxın, burada bayrağımız da var. Türkiyə dövlətlərin bayrağı, Qazaxıstan, Qırğızstan, Özbəkistan, Şimali Kipr və s. bütün bayraqlar burada var. Yuxarıda Türkiyənin bayrağı, Türk Ocaqları Alanya şubəsinin gerbi, canavar başı var. Yuxarıda da Türkiyə bayrağı və Türk Ocaqları şubəsinin bayrağı var. Türk Ocaqlarının bayrağı var. İndi isə bu əraziyə, bura kafeyə ətraflı baxacağıq. Yaxından buranı sizlə tanış edəcəm. Burada çalışanlar gənc dostlarımızdır. Hamısı xoş bulduk. Kolay gəlsin. Əl-ələ verib burada həm kafeni çalışdırırlar əsasən. İndi içəri daxil olub ərazini sizə göstərəcəm. Öncə burada Türk Ocaqları Alanya tarixçəsi haqqında məlumat var. Türkiyənin ən əski və ən böyük sivil toplum quruluşudur. Türk Ocağı rəsmən 25 mart 1912 yılında devletin fevqəladə böyük iç və dış badirələrə qarşı-qarşıya bulunduğu bir dönemdə 190 askeri tibbiyə öğrencisinin təşviq təşəbbüsü ilə dönemin əndə gələn milliyyətçi aydınlarından Mehmet Emin Yurdakul, Doktor Fuat Sabit Ağacıq, Ahmet Ağaoğlu və Yusuf Akçura tərəfindən İstanbulda kurulmuştur. Və ətraflı məlumat verilir. Aşağıda da Türk Ocağı Yönetim Kurulu. Bax belə. Çox gözəl mənzərəsi olan bir yerdir bura. Burada belə bir hissəsi var, qapalı hissəsi. İndi aşağı düşəcəyik. Oranı da göstərəcəm, terasları. Və nərdivanlarla aşağıya doğru düşürük. Burada bir teras var, aşağıda da digər teras. Bəli, bura həm kafe kimi fəaliyyət göstərir, həm də Türk Ocaqlarının Alanya şöbəsidir. Toplantılarının, yığıncaqlarının filan keçirildiyi bir yerdir. Baxın, mənzərə möhtəşəm, Alanya mənzərəsi. Alanya gözümüzün önündədir. Aşağıda marina, sonra Alanya gömrüyü, burada Alanya qalası, hamısı aşağıdadır. Biz isə bir mərtəbə daha aşağı enək. Bu sol tərəfdəki binada toplantılar filan olan binadır. Əsas ofis, orada hər cür şərait var. Bura isə ən aşağı hissədir, kafenin və barın olduğu yer. Burada dediyim kimi gənclər çalışırlar. Hamısı. Nəbican, merhaba, nasılsın? Merhaba abi. Nəbican da burada çalışır, hizmet verir, çok aktif. Gülərüz, mehriban, hamısı merhaba, herkese kolay gelsin. Sağ olasın abi, hoş geldin. Ne söylemek istersin? Ne söyleyeyim abi, herkesi bekleriz. Bütün Azerbaycanlıları burada davet Aynen. et. Sağ ol, kolay gelsin. Au. Və bir də baxın əziz dostlar, belə gənclər böyüyür burada və bu işletmenin idarəçisi Emin abi. Emin abi, nasılsın? İyiyim abi, sen nasılsın? İyi misin? Sağ ol, kolay gelsin. Sağ olun abi, hoş geldin, ayağına sağlık. Güzel bir yerdir, güzel bir yerdəsiz. Alanya ayağımızın altında. Aynen abi. Kafe de çok güzeldi. Evet. Derneğimiz, ocağımız da güzel. Kafe, onun lokal olan kafemiz de güzel. Herkesi davet Herkesi ediyoruz. bekliyoruz abi, tüm kardeşlerimizi, tüm Azerbaycanlı kardeşlerimizi, herkesi bekliyoruz. Menüyü gösterebilir miyiz, yemekler? Nasıl bir yemekler var bizde? Bəli, əziz dostlar, teras böyüdü. Baxın, orada arkada qonaqlar var. Buradan yenə də mənzərəni göstərim sizə və indi menüyə də baxacağıq bərabər. Mənzərə doğrudan da Alanya'nın olabileceği en güzel mənzərələrindən biridir. Burada oturursunuz, sakit, relax, istirahat edirsiniz və budur, menü də gəldi. Nəbicəm, menüdə nələr var? Abi menüde ne isterseniz var. Kahvaltıdan tutmuş
Tostlar, salatalar, atıştırmalıklar. Bütün Bizden uygun birisi yoktur abi bu kalede. en iyi burası diyorsun. Aynen abi. Hem kaliteli, hem uygun, hem manzaralı. Bir tane de böyle yap. Sağ ol, aferin. Bəli əziz dostlar, Nəbican deyir ki, həm keyfiyyət, həm qiymətləri münasibdir. Doğrudan da baxın çox gözəl qiymətlərdir. Digər yerlərdən bəlkə də 2 dəfə ucuzlu qiymətlər. Həm də mənzərəsi mükəmməldir. Hamınızı bura dəvət eləyirik. Kafedə oturub səhər-səhər gözəl istirahət edə bilərsiniz. Emin abi, Nəbican, ne söylemek istersiniz son olarak? Abi Tebriz, Bakü, Ankara, biz hara, Faslar hara. Tamam. Anladım. Alkolümüz falan satılmaz burada. Alkol falan yoktur. Yani Bir de önemli olan alkolsüz bir yer. Ailevi de insan. Aile, evet ailesi, gençlerin gelebileceği alkol kesinlikle yok. Efendime söyleyeyim kahvaltı, akşam yemeği, atıştırmalıklar, gözleme, her şeyimiz mevcut. içeceklerimiz, Hı. Her şey var. Var abi. kendimiz portakal suyu falan sıkıyoruz, limonata falan. Burada barda öyle mi? Hepsi burada. Barda Çay temiz ocağımız, portakal suyu sıkmadığımız hepsi mevcut. dondurmalar, çaylar. Dondurmalarımız. Ben yemek yiyip gelmiştim ama gelen defa gelip burada yiyeceğiz inşallah. İnşallah abi. Alemle beraber. İnşallah abi. Her zaman Her bekleriz. zaman herkesi bekleriz. Çok teşekkür. Sizi tanımama çok memnun oldum. Çok teşekkür ederim. Biz daha çok memnun olduk abi. Bizi genelde izleyenler arasında esasen Türkler var. Yani dilimizi anlayanlar, Türkler, Kazaklar, Özbekler ve burada yaşayan Azerbaycanlılar. Hem de burada yaşamayan Azerbaycan. Rusya'da, Almanya'da, Azerbaycan özünde. Onlar da sizi görürler. Ne demek istiyorsunuz? Alanya'ya gelirlerse mutlaka bu ocak onların da ocağı. Ocaklarına bekliyoruz. Herkesi bekleriz. Türk ocaklarına davet Türk ediyoruz. ocaklarına, Turkuaz kafeye mutlaka bekliyoruz. İnşallah. Kale Turkaz kafeye herkesi bekleriz. Çok teşekkür ederim. Biz çok teşekkür ederiz abi. Teşekkür Sağ olun. ederiz. Belə əziz dostlar, bununla da bu gözəl kafedən Türk ocaqları əsas binasından və Turkuaz kafesində olan videomu yekunlaşdırıram. İnşallah növbəti videolarda görüşənədək sağ olun, var olun.